Allah Rəsulü əyləşmişdi, sahabələr də əyləşmişdilər. Quranda ayəsi də var. Bir kasıb adam gəldi. Əyləşdi bir varlı adamın yanında. O varlı adam əbasını yığışdırdı, paltarını yığışdırdı. Peyğəmbər gördü. Dedi, niyə özü yığışdırırsan? Qorxursan onun kasıblığından sənə nəsə keçər. Dedi, yox ya Rəsulullah. Dedi, qorxdun ki, sənin sərvətindən ona nəsə keçər. Peyğəmbər gör nələr buyurur. Yox ya Rəsulullah. Və nə üçün? Qaldı belə. Dedi, ya Rəsulullah, elədiyim bu pis işə görə hazıram öz sərvətimdən ona verəm. Yarısını verəm, 3/1 verəm. Peyğəmbər dedi, qəbul edirsən? Kasıb dedi, yox. Kasıb olanda da gərək kasıb olasan, kişi olasan, izzət ol. Dedi, yox ya Rəsulullah. Nə üçün? Kişi təəccübləndi. Nə üçün? Deyir, ya Rəsulullah, qorxuram mən də sərvətli olub bunu kimi olam. Sərvət adam bu cür edir. Elə bir pis dövrə gəlib çıxmışıq qardaşlar. Cəmiyyət bir-birinə sürdüyü maşına görə, evinə görə, hətta əlində olan telefonuna görə, hətta mən o günlərdə eşitmişəm, geyindiyi ayaqqabının markasına görə hörmət eləyirlər. Gör nə günə gəlib çıxmışıq biz.